Dostlar, daha bir webinarda xoş gördük hər birinizi. Bugünkü mövzumuz, webinarın mövzusu peşəkar nitqin qurulma strategiyasıdır. Təlimçimiz isə Ülker Əlixanovadır. Diksiya Akademiyasının təlimçisi, kadrlar üzrə mütəxəssisdir. Xoş gördük Ülker xanım. Çox təşəkkür edirik ki, təklifimizi qəbul etmişsiniz və bu gün dəyərli vaxtınızı bizə ayırırsınız. Sözü sizə veririk. Həm özünüz haqqında qısa məlumat verərsiniz, həm də mövzuya keçid eləyərik. Axşamınız xeyir olsun. Çox təşəkkür eləyirəm Aydan xanım təqdimatınız üçün. Hər birinizi xoş gördük. Ümid eləyirəm ki, hər kəs yaxşıdır. Bugündən sonra daha da yaxşı olacağınızı ümid eləyirəm. Çünki bugün elə mövzulara toxunacaq ki, əminəm ki, şəxsi inkişafınızda həqiqətən də müəyyən qədər də olsa dəyişiklik olacaq. Baxış bucağınızda az da olsa fərq yaranacaq. Mən Ülker Ağayeva artıq 8 ildən çoxdur ki, Diksiya Akademiyasında təlimçiyəm. Bununla paralel dövlət qurumlarının birində kadrlar üzrə aparıcı mütəxəssisəm. Bu iki sahə soruşsaz ki, ilk baxışda bir-birindən fərqli sahələr kimi görünür. Niyə məhz bu ikisi? Əslində elə görünsə də, bütün hallarda hər ikisinin təməlində kommunikasiya dayanır. Hər ikisinin təməlində insanı anlama bacarığı dayanır və düzgün ünsiyyət məsələləri dayanır. Düşünürəm ki, o qədər də bir-birindən fərqli mövzular deyil. Hər iki işimdə birində təlim prosesidirsə, digərində işə qəbul prosesidir və işə qəbul prosesində yenə də insanlarla ünsiyyətdəsən, yenə də onları analiz edirsən, təhlil edirsən, nitq bacarıqlarına nəzər yetirirsən və daha bir çox məsələlər. Təşəkkür edirəm belə bir webinarın təşkili üçün. Diksiya Akademiyası adından bu təşəkkürümü bildirirəm. Cəlalə xanımın adından bu təşəkkürümü bildirirəm. Düşünürəm ki, gəncləri maarifləndirmək hər zaman Diksiya Akademiyasının əsas missiyası olmuşdu və bu missiyanı da layiqincə təlimçilərimiz davam etdirir. Bugün istəyərdim ki, dərsi sırf mənim nitqim üzərində qurmayaq. Əlbəttə ki, daha çox mən danışacağam, daha çox informasiyanı sizə mən ötürəcəm. Ancaq bəzi hissələr olacaq ki, sizin suallarınızı da almaq istəyərəm. Çünki belə webinarlarda qarşı tərəflə sıx ünsiyyətdə olmaq, kommunikasiyada olmaq, onların suallarını cavablandırmaq düşünürəm ki, daha məhsuldardır, nəinki sadəcə informasiya ötürmək. Ona görə də mən danışıq əsnasında qeydləriniz olarsa, mütləq söz alın və ya son hissədə ayıra bilərik bunu. Ola bilsin ki, son hissəni sırf sual-cavab məsələsinə həsr eləyək. Gəlin başlayaq. Yəqin ki, sizə maraqlıdır. Necə olur ki, hər kəs danışmağı bacarır, amma hər kəs yaxşı danışmağı bacarmır? Necə olur bu məsələ? Burada nələr qaydasındadır, nələr qaydasında deyil? Yaxşı danışmağı bacaran insanlarda bu anadan gəlmə bir xüsusiyyətdirmi, genetik xüsusiyyətdirmi, yoxsa bu sonradan öyrənilə biləcək bir məsələdimi? Burada sadəcə Azərbaycan dilini nəzərdə tutaraq danışmayacağam bugün. Burada ümumi beynəlxalq məsələləri, beynəlxalq dil məsələlərini nəzərə alaraq danışacağam. Çünki düşünürəm ki, danışmaq hansı dildə fikrini ifadə etməyinə baxmayaraq, bütün hallarda yaxşı danışmaq, təsirli danışmaq, inandırıcı və yadda qalan olmaq deməkdir. Və adətən danışmaqla bağlı, təqdimat bacarıqları ilə bağlı problem yaşayan tələbələr bütün dillərdə bu problemi yaşayırlar. Bəzən istisnalar olur düşüncə cəhətdən. Tələbələrim olub ki, onlar əsas dili rus dilidir və o dildə düşünür, bu dildə təqdimat etməyə çətinlik çəkir. Belə istisna məqamlar olur, amma digər məqamların əksəriyyətində bütün dillərə şamil olunur bu məsələ. Yaxşı danışmaq üçün ilk olaraq nədən başlamaq lazımdır? Bunu artıq 8 illik təlimçilik təcrübəmdə dəfələrlə proqram hazırlayaraq, dəfələrlə yazılmış proqramlara nəzər salaraq, beynəlxalq təlimlər alaraq və nəticədə, ən sonda öz proqramımızı yazaraq belə qərara gəlmişik ki, yaxşı danışmaq üçün əslində bir çox nitq məsələsi birləşməlidir və bu prosesin yerinə yetirilməsinə xidmət etməlidir. Ancaq burada sıralama vacibdir. Sıralama və sistem vacibdir. Yəqin ki, təqdir edərsiniz ki, günümüzdə nitq təlimçiləri çoxdur, Azərbaycan dilini öyrətməyə çalışan təlimçilər çoxdur. Amma onların metodikasına və metodologiyasına fikir versəz, görərsiniz ki, orada bir sistem yoxdur.
Diksiya Akademiyasının əsas fərqi də məhz bu sistemin qurulmasındadır. İndi sistem nədir? Əminəm ki, aranızda olan tələbələrin 90%-i qeyd edə bilər ki, mən danışmaq deyəndə ilk növbədə kamera qarşısında, səhnə qarşısında danışıq narahatlığını nəzərdə tuturam. Bəli, artıq illərdir ki, müraciət edən tələbələr ilk olaraq bunu həll eləmək istəyirlər. Mən digər nitq məsələlərinə baxmaq istəmirəm. Öncə kamera və səhnə həyəcanı, xofunu, auditoriya narahatlığını aradan qaldırmaq istəyirəm deyirlər. Amma anlamırlar ki, bu narahatlığın yaranmasında kifayət qədər səbəb var. Kifayət qədər sistemli səbəblər var və onlar həll edilmədikcə, aradan qaldırılmadıqca ümumilikdə səhnə xofunun, kütlə xofunun və kamera məsələsinin, probleminin öhdəsindən gəlmək çətin məsələdir. İndi bunları addım-addım vurğulayacağam xüsusilə. Əvvəlcə həyəcan məsələsi barədə danışmaq istəyirəm. Həyəcan nədir? Müraciət edən tələbələr xüsusi təntənə ilə məhz bu hissin tamamilə aradan qaldırılmasını istəyirlər. Bəs bu hissi həqiqətən aradan qaldırmaq mümkündürmü? Sual belə yaranır. İndi auditoriyaya sual verirəm. Sizi narahat edəcək səviyyədə olan həyəcan hissini sizcə tamamilə aradan qaldırmaq mümkündürmü? Və bu tamamilə aradan qaldırılarsa, bizim nitqimizdə necə bir təsir yarada bilər? Cavablamaq istəyən var. Bəzi suallarım ritorik xarakter daşıyacaq. Yəni cavab verilməsi tələb olunmayan. Bəzi suallarımı isə ümumiyyətlə ünvanlayıram və cavablandırmaq istəyən tələbələrin səsini eşitmək istəyərəm. Həyəcan hissi yaşadığımız digər hisslərdən biridir. Hisslər emosional vəziyyət dəyişikliyi canlılara məxsusdur və bu hissləri tamamilə aradan qaldırmaq bəlkə də qeyri-mümkün bir məsələdir. Necə digər hissləri yaşadığımız zaman, sevindiyimiz zaman, həvəslənəndə, motivasiyamız artanda, enəndə, kədərlənəndə, güləndə, necə bu hissləri o qədər də dərindən sorğulamırıq və bu hisslərin dərhal aradan qaldırılması üçün o qədər də səy göstərmirik. Amma məhz həyəcan hissində biz bu hissin tamamilə yox olmasını istəyirik. Əvvəlcə elə bu fikrin özü yanlışdır. Nəzərə alsaq ki, danışmaqla, nitqlə psixologiya bir-birinlə sıx əlaqədədir, olduqca sıx əlaqədədir. Bu o deməkdir ki, danışmaq üçün ilk növbədə düşüncələrimizi idarə etməkdən başlamalıyıq. Əgər yanlış fikirlər kodlanıbsa beynimizə, özümüz barədə fərqində olmadığımız yanlış məsələlər, düşüncələr varsa bizdə, biz danışmağa necə cəhd edə bilərik ki? Biz insanlar önündə necə çıxış etməyə cəhd edə bilərik bu fikirlərlə? Mütləqdir ki, əvvəl düşüncələrimizi dəyişək, ondan sonra artıq danışıq prosesinə cəhd eləyək. Deməli, səsim aydın gəlir, kəsilmə yoxdur. Xeyr, yoxdur. Mesajlar gəlir, onlara hələ ki baxa bilmirəm, amma müəyyən fasilələr olacaq, pauzalarda nəzər yetirəcəm. Suallarınızı yaxşı fikirdir. Suallarınızı mesaj bölməsinə qeyd eləyin, mən mütləq ara sıra ora baxacam. Deməli, bugündən etibarən həyəcan hissini tamamilə aradan qaldırmağa yox, onu düzgün istiqamətləndirməyə fokuslanırıq. Bax, soruşsaz ki, bu 8 il ərzində neçənci webinardır, neçənci seminardır. Yəqin ki, sizdə heç həyəcan yoxdur. Artıq burada mütəxəssis rolundasınız və hər şeyi bilirsiniz mövzuya dair. Yəqin ki, heç bir həyəcan hiss etmirsiniz. Mən deyərəm ki, yox, yanlış düşünürsünüz. Həmin webinara başlamazdan öncə məndə həyəcanın səviyyəsi müəyyən qədər artdı. Ürək döyüntülərimdə müəyyən qədər dəyişiklik baş verdi. Hətta düşüncələrim də araya keçmək istədi, amma onlara mane oldum, mane olmağı bacardım. Bax, bütün bu məsələlər ilk dəfə çıxış eləyənlə 100-cü dəfə çıxış eləyəndə demək olar ki, hər ikisində baş verən proseslərdir. Amma onu sən düzgün idarə edib istiqamətləndirə bilmirsənsə, o zaman o hisslər səni ələ alır və nitqini bloklamağa başlayır. Elə proses də burada başlayır. Bəs necə eləməliyik ki, bu hiss bizi ələ almasın, həyəcanın səviyyəsi yüksəlməsin və biz onu idarə etməyi bacaraq?
Əvvəlcə gəlin bu mövzunu biraz araşdıraq. Həyəcan niyə yaranır insanda? Bax, sizcə məndə təlimdən əvvəl niyə həyəcan yaranmağa başlayırdı? Və yaxud da bir az sonra sizə söz versəm, sizdə həyəcan niyə yaranacaq? 2 gün sonra hansısa böyük bir təlimdə öz mövqeyiniz üzrə çıxış etməli olduğunuz söylənsə, sizdə niyə həyəcan yaranacaq? Cavablamaq istəyənlər var? Bunu səsli şəkildə mümkünsə cavablayın. Axşamınız Cavablaya bilərəm. xanım. Buyurun, axşamınız xeyir. Məncə məsuliyyətdən doğur bu həyəcan. Yəni istər-istəməz insan auditoriya qarşısına çıxanda məsuliyyət var ki, nitqimi səlis, fikrimi səlis çatdırım, məni anlasınlar. Ona görə də bu həyəcan yaranır. İndi böyükləri tamamilə başqa fobiyalardır, auditoriya qarşısında olan fobiyalar, amma daha kiçikləri isə məncə məsuliyyətdən doğan bir hissdir. Ay, sağ olun. Çox gözəl vurğuladınız və tamamilə doğru vurğuladınız ki, həyəcan və məsuliyyət biri hiss, digəri bir xüsusiyyət. Bunlar ikisi bir-birindən çox əlaqəlidir. Və bu gün mənim sizin auditoriya qarşısında bir məsuliyyətim var. Bu 1 saat ərzində müəyyən qədər də olsa yeni biliklər əldə etməli və ya bildiyiniz yanlış vərdişləri doğruları ilə əvəzləməlisiniz. Bu mənim üçün bir məsuliyyətdir, qarşıya qoyulmuş bir məqsəddir. Və bundan dolayı əlbəttə ki, həyəcanın səviyyəsi müəyyən qədər artır. Bəs bu məsuliyyət hissi olmasa nələr baş verər? Bu məsuliyyət hissi olmasa, biz daha rahat olarıq. Necə ki, ailə üzvlərimizlə danışanda, yaxın dost, tanış, ətrafımızla danışanda heç bir həyəcan hissi içində olmuruq və onlarla ünsiyyətimiz çox yaxşı bir şəkildə irəliləyir və sona çatır. Niyə? Çünki onlar qarşısında sözlərimizdən dolayı yaranan bir məsuliyyət yoxdur. Belə olduğu halda hər şey yaxşıdır. Bəs bu məqamda axı biz səhv eləyə bilərik. Bu məqamda biz söz seçimimizə nəzarət edə bilmərik, nəfəsimizə, səsimizə, bədən dilinə və daha bir çox məsələyə diqqət etmərik. Ona görə də həyəcanın səviyyəsi lazımı qədər yüksəlməz. Və məsuliyyətin olmadığı bir məqamda da, bunların diqqət edilmədiyi bir məqamda da uğurlu nitqdən söhbət gedə bilməz. O hiss mütləq şəkildə olmalıdır. Amma indi onu necə istiqamətləndirmək lazımdır, bu barədə danışacağam. Birinci növbədə deyərdim ki, danışığın əsasında nəfəs dayanır. Bunu hər birimiz bilirik. Çünki danışmağa başladığımız anda ciyərlərdən xarici olan hava axını səsin, sözün formalaşmasında birinci dərəcəli rol oynayır. Bunu təcrübə əsasında da yoxlaya bilərsiniz ki, səsimiz tükəndiyi anda heç bir səs çıxara bilmirik. Yaxşı, bizim üçün bu qədər önəmli olan nəfəs hər birimizdə qaydasındadırmı? Biz bu prosesi düzgün tənzimləyə bilirikmi? Danışıq zamanı həyəcanın idarə olunmasında hansı rolu oynayır nəfəs? Və yaxud da sağlamlıq baxımından bizim üçün mövqeyi nədir nəfəsin? Və ya nitqin inkişafında hansı prizmalardan önəmlidir nəfəs? Və adi nəfəs, yoxsa diafraqmadan alınan nəfəs? Bax, bu tipli suallar var, bunları indi ətraflı cavablandıracağam. Öncə bunu vurğulamaq istəyirəm. Saatımız qısadır və çatdırmaq istədiyim informasiya çoxdur. Bəzən bir fikri yarıda saxlayıb digərimə keçməyimi belə yəqin ki, anlayarsınız, anlayışla qarşılayarsınız. Deməli, nəfəsin tibbi baxımdan bizim üçün faydası hər kəsə məlumdur. Faydası deyəndə zərurəti, əsası, səbəbi bizim üçün məlumdur. Biz nəfəs aldığımız zaman ciyərlər tamamilə oksigendən təmin olunur və həmin oksigen lazımi orqanlara lazımi şəkildə paylanır və orada hətta baş beyinə qədər çatdığı anda müəyyən hormonlarla birləşir, bədənə ifraz olunur və bunun nəticəsində biz özümüzü, fəaliyyətimizi, sağlamlığımızı tənzimləyə bilirik. Fikir versəz görərsiniz ki, düzgün nəfəs almayan, oksigeni lazımi qədər qəbul etməyən insanlarda tez-tez sağlamlıqlarıyla bağlı problemlər baş verir. Hətta onlar tez-tez nəfəs ala bilmirəm, nəfəsim çatmır, oksigenim çatmır kimi ifadələr istifadə edirlər. Və bunun əsasında nədir? Aldığımız nəfəsdə kifayət qədər fərqli maddələr, daşıyıcılar var ki, onlar insan bədəni üçün, insan düşüncəsi üçün, beyni üçün olduqca vacibdir. Birinci budur proses. İkinci proses nədir?
Nitq üçün nəfəsin hansı rolu var? Baxın, mən danışıram, fikir verirsinizsə artıq 15 dəqiqəyə yaxındır ki, danışıram. Bu dəqiqələr ərzində yəqin ki, fikrimi lazımsız yerə böldüyümü, dayanıb dərindən nəfəs aldığımı, lazımsız fasilələrdən istifadə etdiyimi müşahidə etmədiniz. Hətta qrip olmağıma rəğmən. Yəqin ki, səsimdən müəyyən qədər o xəstəlik dəyişikliklərini hiss edirsiniz. Hətta qrip olmağıma rəğmən. Bax, bu bir möcüzədir. Qrip olanda, düzdür, məndə də bəzi məqamlarda artıq tənəffüs prosesi demək olar ki, çox kilidlənir və çətinlik çəkirəm. Amma əksər məqamlarda diafraqma nəfəsini düzgün tənzimlədiyim üçün bu proses mənə o qədər də maneə yaratmır. Tələbələr var ki, qrip olduqlarında, xəstə olduqlarında mənə yazırlar ki, biz bugün təlimə qoşula bilmərik. Vəziyyət yaxşı deyil. Amma düzgün diafraqma nəfəsindən bunu da tənzimləmək mümkündür. Çünki sən havanı düzgün qəbul etdikcə artıq bədən onu tarazlayır. Birinci növbədə səsimizin tonu. Hər kəs istəyir ki, yaxşı bir səs tonuna sahib olsun. Və səsin tonunun nə qədər önəmli bir məsələ olduğunun hər kəs fərqindəyik. Bəzən elə yaxşı cümlələr qura bilərik, elə yaxşı söz seçimi edə bilərik ki, amma səsimizin tonu yaxşı olmasa, qarşı tərəfə təsirli, inandırıcı və aydın təəssürat ötürməyə bilərik. Ona görə də səsimizin tonunu mütləq şəkildə tənzimləməyi bacarmalıyıq. Sual yarana bilər ki, səs tonu anadan gəlmə bir məsələdir və onu necə tənzimləmək olar? Ümumiyyətlə, səsimizin tonunu, rəngini dəyişə bilərikmi? Mən səs rəngi demədim, çünki səs rəngi, bəli, dünyada nə qədər insan varsa, o qədər fərqli səs tonu var. Nə qədər bir-birinə bənzəsələr belə. Bəziləri bir-birinə bənzəsə belə. Amma səsin tonunu dəyişmək mümkündür. Ton deyəndə burada bir neçə məsələni nəzərdə tuturam. Səsin enməsi var, yüksəlməsi var, monotonluğu var və yaxud da hisslərimizə uyğun tonların, emosiyaların səsləndirilməsi var. Bunlar barədə biraz sonra detallı danışacağam. Bunları tənzimləmək üçün bizə nəfəs lazımdır. Ümumiyyətlə, belə bir göstərici var. 100%lik götürürük adətən bir çox məsələləri. 100% üzərindən danışıq əsnasında 70% bədən dilinin üzərinə düşür, 20% səs tonunun, 7% söz seçiminin, 3% nitqin nəzəriyyəsinin üzərinə düşür. Əgər bir şəxs danışıq əsnasında bu 100%-i tamamlaya bilirsə, heç olmasa 90 neçə faizini tamamlaya bilirsə, onun nitqi uğurlu nitq hesab edilir. Yox, əgər bir nitqdə hər şey qaydasındadır, amma bədən dili ilə danışdıqlarına dəstək vermirsə, o zaman həmin nitq uğursuz sayılmış olur. Bunu nümunə olaraq belə göstərə bilərəm. Düşünün ki, hazırda bir tədbirdəyik və tədbir əsnasında bizə çıxış üçün söz verilib. Sadəcə 2 cümlə quracağam. Axşamınız xeyir olsun, hörmətli xanımlar və cənablar. Bugün burada sizi görmək mənim üçün olduqca qürur verici bir hissdir. 2 cümlə. Quru və sxematik. Heç bir bədən dilindən istifadə etmədim. İndi bədən dilindən istifadə edərək buna qüvvət veririk. Axşamınız xeyir olsun, xanımlar və cənablar. Bugünkü tədbirdə iştirakınız mənim üçün olduqca qürur vericidir. Hər birinizə təşəkkür eləyirəm. Elə xüsusi jest və mimikadan istifadə etmədim. Amma nitqimin enerjisinin necə dəyişdiyini müşahidə etdiniz? Deməli, səslərə nəzarət edək. Deməli, nitq əslində enerjidir. Və bu enerjini tənzimləyən əsas məsələ də bizim bədən dilidir. Sual verə bilərsiniz ki, bədən dili necə, biz onu necə bilək, necə tənzimləyək, nitqimizə necə uyğunlaşdıraq? Axı, bu anadan gəlmə bir məsələ deyil və yaxud da anadan gəlmədir və yaxud da sonradan öyrənilə bilən bir məsələdir. Ümumiyyətlə, nitqə dair bir çox mövzularda bu iki fikir daima müqayisəli şəkildə təqdim olunur. Mən deyərdim ki, hər birində bu iki ehtimal da var. Yeni doğulmuş bir körpəni müşahidə eləsək, onda elə bədən dili, elə reflekslər var ki, görürsən ki, bədən dili anadan gəlmədir. Amma sonradan öyrəndiyimiz bir çox xüsusiyyətlərə baxsaq, görərik ki, yox, bədən dili sonradan qazanıla bilən bir xüsusiyyətdir. Mən şəxsən bədən dili, Alan Pizin və Joe Navarro'nun bədən dili kitablarını oxumuşam, dəfələrlə oxumuşam. Ümumiyyətlə, bəzi kitablar var ki, onlar sənin masaüstü kitablarındır və o kitablara durmadan dəfələrlə oxusan belə, yenə də nələrsə öyrənirsən. Həmin kitablardan mən öyrəndim ki, bəli, bədən dili həm
anadan gəlmədir, həm də sonradan öyrənilə biləndir. Ona görə də nitqimizin enerjisini təşkil edən bu bədən dilini mütləq şəkildə xüsusi nəzarətdə saxlamaq lazımdır. Bir də var səs tonu. Biz üzr istəyirəm. Biz danışmağa başlayanda ciyərlərdən gələn hava axını qeyd etdik ki, gəlir, qırtlaqda olan səs tellərini titrədir. Və bu titrəyiş ya cüzi bir titrəyişdir, ya da yaxşı bir titrəmədir. Və bu cüzi titrəmənin qarşılığında yaranan səs çox nazik, xırıltılı, xışıltılı, xoşa gəlməyən, xoş avazlı olmayan bir şəkildə səslənir. Amma əgər biz bol hava ilə danışmağa cəhd ediriksə, ciyərlər tam dolmuş versiyada danışmağa cəhd ediriksə, bu zaman qırtlaqda olan səs telləri daha yaxşı titrəyir və bunun nəticəsində səsimiz daha gür, bəlağətli, özünə inamlı şəkildə səslənir. Deməli, səsin rəngini dəyişmək o qədər də mümkün olmasa da, səsin tonunu və səslənməsinə müdaxilə etmək mümkündür. Bax, biz çox danışırıq. Təlimçilər xüsusilə çox danışır. Ya da bu dəqiqə elə bir dövrdəyik ki, hansı sahədə fəaliyyət göstərməyindən asılı olmayaraq, kommunikasiya bacarıqları ən üstün mövqedə sayılır və ən çox diqqət yetirilən məqamlardan biridir. Vətəndaşlarla olsun, digər sahələrdə olsun, bu zaman danışıq əsnasında səs tellərimizdə quruma yaranarsa, narahatlıq yaranarsa, mütləq onlara istirahət vermək və ya su qurtumlayıb onları daima nəmli saxlamaq vacibdir. Və ya zərərli vərdişlərdən istifadə edən insanları görmüsünüz, onların səs telləri bir müddət sonra sıradan çıxır. Xırıldamağa başlayır, xışıldamağa başlayır, səsin rəngi tamamilə dəyişməyə başlayır pisə doğru. Ona görə də bunlara nəzarət etmək vacibdir. Səs tonu da yenə də nəfəsin, diafraqma nəfəsinin sayəsində tənzimlənir. Bir də var nitqin intonasiyası. O son 3%lik pay barədə qısa danışım, keçirəm söz seçiminə. Nitqin intonasiyası nədir? Söz seçimimiz yaxşıdır, bədən dilimiz qaydasındadır, səs tonumuz da yaxşıdır. Amma nitqdə intonasiya deyilən bir məfhum var. Əgər biz onu tətbiq etmiriksə, bu zaman yenə də nail olmaq istədiyimiz o dinlənilən adam olmaq məsələsi kölgəyə düşür. Bəs yaxşı, bu qədər önəmli olan bir məsələ və 100%lik pay üzərindən cəmi müəyyən bir hissəni əhatə edən məsələ niyə bu qədər önəmlidir? Mən danışanda fikir verirsiniz, bəzən səsimin tonunu qaldırıram, bəzən endirirəm, bəzən monoton saxlayıram, bəzən pauzalardan istifadə edirəm, bəzən cümlələrimdə müəyyən sözləri vurğulayıram və daha bir neçə nitq nəzəriyyəsindən istifadə edirəm. Və bunları etdiyimə görə nitq maraqlı görünür. Və sadəcə maraqlı görünmür, artıq bu bugünümüzdə zərurət mövqeyindədir. Uşaqlar başlayır müəyyən yaşdan sonra şeir danışmağa. Və onlar şeir danışanda müəllim olaraq, valideyn olaraq onlara ilk dediyimiz nə olur? Şeiri intonasiya ilə danış. Amma açıqlamırıq. Bəs intonasiya olan məsələ nədir? İntonasiya şeirdə olan durğu işarələrinin düzgün səsləndirilməsidirmi? Orada olan emosional dəyişikliklərin səsimizdə biruzə verilməsidirmi? Yoxsa tonu endirmək, qaldırmaqdırmı? Yoxsa pauzalardanmı istifadə etməkdir? Yoxsa vurğulara mı diqqət etməkdir? Bugün öyrənirik ki, intonasiya bunların hamısıdır əslində. Bəli, bunların hər biri nitqdə tətbiq olunmalıdır. Çətindirmi deyə soruşsaz, bugün o qədər informasiya əldə etdik, onların hamısını necə eyni anda tətbiq edəcək deyə soruşsaz, çətin deyil. Sadəcə yaxşı danışmaq birinci cümləmdə vurğuladığım kimi müəyyən sistem tələb eləyir, müəyyən intizam tələb eləyir. Brain Tracy demişkən, dünyada bir çox motivatorlar var və o motivatorların kitablarını biz oxuyuruq. Zaman-zaman bizim xarici motivasiyaya ehtiyacımız olur. Və ən çox sevdiyim və oxuduğum motivatorlardan biri də Brain Tracy'dir. Brain Tracy bir kitabında, Bəhanələri yox kitabında qeyd edir ki, uğurun bir çox prinsipi var və hətta uğurun 1000 prinsipi var, qeyd edir. Kopmeyer və digərləri ona sual verir ki, yaxşı, bizə də görək, yazdığım bu kitabda, uğurun 1000 prinsipi olan kitabda ən vacib prinsip nədir ki, biz ona əməl edək və
uğuru yavaş-yavaş əldə etməyə başlayaq. Klassik suallardan biridir. Ən tez nəyi necə əldə edə bilərəm? Ən tez bunu necə edə bilərəm? Nitqimi ən tez necə yaxşılaşdıra bilərəm? Başa düşürəm, dövrümüzdə vaxtla bağlı hər kəs ciddi narahatlıq yaşayır. Heç nəyi bu zaman kəsiminə sığdıra bilmirik. Amma bəzi məsələlər var ki, onlarda vaxtın müəyyən qədər olmasını nəzərə almaq lazımdır. Və bu cavabda düşünür, Brain Tracy hətta günlərlə düşünür və belə qərara gəlir ki, uğurun digər 999 prinsipinin yerinə yetirilməsi üçün ən önəmli prinsip daxili intizamdır. Vurğulayır ki, daxili intizam olmasa bir insanda digər 999 prinsipin olması demək olar ki, heç bir əhəmiyyət kəsb eləməyəcək. Həqiqətən belədir. Sözümü ona gətirirəm ki, daxili intizamımız olduğu təqdirdə bütün bu proseslərə sistemli yanaşmağımız, daha səbirlə yanaşmağımız daha yaxşı alınacaq. Belə. Demək, vurğuladıq ki, nəfəs üçün səs tonu, intonasiyanın qaydaları və digər məsələlər çox önəmlidir. Bəs haqqında bu qədər danışdığım nəfəsi necə tənzimləməliyik? Sadəcə bir dəfə göstərəcəm və ümid eləyirəm ki, bundan sonra özünüz də bu mövzunu diqqətlə araşdıracaqsınız. Normal nəfəs biz adətən bu cür alırıq. Kiməsə desəm ki, dərindən nəfəs al, siz də yoxlayın yeri gəlmişkən. Yəqin ki, döş qəfəsi qabaracaq və enəcək. Yenə də dərindən nəfəs al, döş qəfəsi qabarır və enir. Və biz düşünürük ki, ciyərlərimizi tamamilə hava ilə doldurduq. Amma yanlış düşünürük. Çünki bu aldığımız nəfəsdə döş qəfəsi qabarır, ciyərləri sıxır və imkan vermir ki, ora lazımi qədər oksigen daxil olsun. Amma diafraqma nəfəsində, bilirsiniz, bizdə diafraqma adlı orqan var. Döş qəfəsi ilə qarın boşluğunun ortasında qövsvari bir orqandır, təbəqədir. Həmin təbəqə biz düzgün nəfəs alırıqsa əgər, nəfəs hava daxil olanda qarın boşluğunda olan orqanları sıxır, ciyərlər üçün daha geniş yer açır. Və həmin açılmış geniş yer nəticəsində ciyərlərə daha çox oksigen daxil ola bilər. Və daxil olmuş həmin oksigenlə biz həm daha çox danışa bilir, daha çox fikirlərimizi ifadə edə bilir, daha rabitəli danışa bilirik. Və eyni zamanda həyəcanımızı da idarə edə bilirik. Niyə həyəcanı idarə edə bilirik? Niyə nəfəslə həyəcanı əlaqələndirirəm? Ona görə ki, bayaq qeyd elədiyim hisslər var idi. Oksigen olmasa o hormonlar heç cürə özünü tənzimləyə bilmirlər. Və mütləqdir ki, oksigen gəlsin, onlara toxunsun və həmin hormonlar bədənə ifrazatını tənzimləyə bilsin. Və bunun nəticəsində həyəcanın səviyyəsi də müəyyən qədər azalmış olsun. Bu vacibdir. Bu nəfəs. Mən təlimlərdə, qrup və digər təlimlərdə bu mövzunu xüsusi keçirəm, detallı keçirəm. Sadəcə belə deyil, xüsusi məşqlər var. Bu nəfəsi fəaliyyətə çevirmək üçün. Nəfəsi aldım, öyrəndim, bildim, belə deyil. Bunun üçün müəyyən zaman lazımdır, ardıcıl məşqlər lazımdır. Həmin məşqləri hər gün tətbiq etdiyiniz halda daha tez nəticə əldə etmiş olursunuz. Bura qədər sual var. Mən suallara baxmıram. Məncə amma kifayət qədər suallar gəlib. Kifayət qədər. Onlara indi bir neçə dəqiqə sonra baxacam yəqin ki. Bir dəqiqə davam edirik. Keçək ikinci əsas mövzuya. Yaxşı danışmaq üçün ikinci əsas mövzu hansıdır bəs? Mən deyərdim ki, bu mövzuda ən önəmli məsələ məhz nəfəsdən sonra tələffüzlə əlaqədardır. Çünki nə danışırıqsa, həmin tələffüzdə, həmin səslənmədə problem varsa, o zaman biz dinlənilən insan yenə də olmuruq. Düşünün ki, bax, yarım saat ərzində artıq danışıram və əgər nitqimdə tələffüzümlə bağlı, səslərlə bağlı, sözlərlə bağlı, artikulyasiyamla bağlı problem olsaydı və aydınlıq məsələsi arxa plana atılsaydı, dinləyə bilərdiniz.
Şəxsən məndə dəfələrlə olub, digər ixtisasımla bağlı müəyyən təlimlərə qoşulmuşam. Həmin təlimlərdə təlimçidə məhz bu aydınlıq məsələsinin qaydasında olmadığına görə təlimi davam etdirə bilməmişəm. Bəs bu aydınlığı yaradan məsələ nədir? Ümumiyyətlə, nitqin bir çox keyfiyyətləri var. Dəqiqlik var, düzgünlük var, aydınlıq, zənginlik, mütənasiblik, konkretlik və daha necə keyfiyyətlər. Və bunların hər biri eyni anda nitqdə olmalıdır. Əgər bir nitq düzgündürsə, dəqiqdirsə, zəngin deyilsə, yaxşı nitq hesab olunmur. Əgər bir nitq zəngindirsə, konkretdirsə, amma düzgün deyilsə, yenə də həmin nitq uğurlu nitq hesab olunmur. Bunların hər biri taraz şəkildə olmalıdır. Ona görə qeyd edirəm, nitq sistemli bir məsələdir. Və bu prosesdə deməli artikulyasiya rol oynayır. Artikulyasiya nədir? Artikulyasiya mən buna belə tərif verərdim ki, danışıq prosesi bəlkə də yeganə prosesdir ki, bu prosesdə bir neçə orqan birləşir və bu prosesin yerinə yetirilməsinə xidmət eləyir. Birinci növbədə proses ciyərlərdən başlayır. Ciyərlər bu prosesdə ciddi iştirak edir, sonra qırtlaq, qırtlaqda olan səs telləri, ağız boşluğu, burun boşluğu, yanaqlar, damaqlar, dodaqlar, dişlər, alt çənə, üst çənə. Görün nə qədər orqan birləşir və bu prosesə xidmət eləyir. Və hansısa birində problem yarandığı zaman özünüz hazırda müşahidə edirsiniz. Xəstəliklə əlaqədar müəyyən problemlər yaranır, hiss edirəm və o artıq nitqini bloklamağa çalışır, danışıq prosesinə mane olmağa çalışır. Aydınlığını arxa plana atmağa çalışır. Bunun üçün məşqlər var, artikulyasiya məşqləri var. Qeyd aparın zəhmət olmasa, ağız aparatı məşqləridir. Həmin məşqləri deməli, nitq təlimlərində tədris edirik. Bir neçəsini indi qeyd edəcəm. Bundan əlavə siz özünüz də artikulyasiya məşqlərini deməli, qeydlər əsnasında, müəyyən araşdırma əsnasında hər gün tətbiq edə bilərsiniz. Bunu bir dəfə etdim, səhər etmədim, digər gün etdim, o bir gün. Bəli? Səsim gəlir? Bəli, gəlir. Sadəcə o səsi açıq qalmışdı ona görə. Aha, yaxşı. Səsiniz gəlir. Aydan xanım, səsim qırılanda zəhmət olmasa mənə müdaxilə edərsiniz. Narahat olmayın. Aha. Hə, bu prosesdə deməli məşqlər vacibdir. Məşqləri sistemli etmək vacibdir. Məşqlərdən biri budur. Ağız tənbəlliyini, artikulyasiya tənbəlliyini aradan qaldırmaq üçün yanaq məşqləri ayrıdır. Burada qan dövranını tənzimləyir. Misal üçün, az təzyiq göstərən barmağımızla yanaqlarımıza saat əqrəbi istiqamətində təxminən 15 dəfə, saat əqrəbinin əksi istiqamətində yenə də 15 dəfə az təzyiq göstərərək masaj hərəkətləri tətbiq edirik. Ondan sonra belə məşq var. Yanaqların hava ilə doldurulub boşaldılması. Yanaqlar, yanaq əzələri tam dartılır və orada artikulyasiya, qan dövranı hərəkətə keçməyə başlayır. Növbəti məşq belədir. Amma bunu sürətlə etmək lazımdır və ağız aparatı yorulana qədər. Sonrakı məşq çənə məşqləri var. Çənəni maksimum açmağa cəhd etməliyik. Maksimum əl biraz aşağıda çənədən və çənə açılanda mütləq əllərə dəyməlidir. Əgər kimdəsə bu şəkildədirsə, yəni çənənin tam açılmadığını hiss eləyirsə, bu o deməkdir artikulyasiyada problem var. Düşünə bilərsiniz ki, məndə artikulyasiyada problem yoxdur. Yəni siz düşünə bilərsiniz ki, sizdə artikulyasiyada problem yoxdur. Yox, əgər məşq etmirsinizsə, bu hər kəsdə var. Hər kəsdə var. Və ya düşünə bilərsiniz ki, mən çox danışıram, məndə ağız tənbəlliyi ola bilməz. Bunun çox danışmaqla, az danışmaqla əlaqəsi yoxdur. Əgər zaman-zaman diliniz dolaşırsa, əgər hansısa səsin, sözün tələffüzündə bəzən dil sürüşməsi yaşayırsınızsa, hansısa çətin sözü tələffüz etməkdə bəzən çətinlik çəkirsinizsə, bu o deməkdir ki, ağız aparatında artikulyasiyada tənbəllik var. Növbəti məşqlərdən biri budur. U-X, U-X. Maksimum əzələni gərginləşdirərək U-X, U-X məşqindən ağız aparatı yorulana qədər istifadə edirik. Məşqlər çoxdur. Bunların deməli mütləq şəkildə sistemləşdirmək lazımdır. Bir də yanıltmaclar var. Artikulyasiya aparatının tənbəlliyini aradan götürmək üçün. Hər gün 1-2 yanıltmac səsləndirməyiniz ağız aparatı üçün çox faydalıdır. Dil dolaşması üçün, dil sürüşmələrinin aradan qaldırılması üçün və ya bunların heç biri yoxdursa, aydınlığın tamamilə olması üçün çox vacibdir. Belə.
Keçək növbəti məsələyə. Növbəti məsələ. Yəqin ki, bizi narahat edən məsələləri prioritetləşdirsək və hər kəsin nitqində demək olar ki, olan məsələləri prioritetləşdirsək, mən istəyirəm daha çox bu mövzularda danışım. Bunlardan biri əlavə səslər və sözlərlə bağlıdır. Parazit və ya tüfeyli səs və sözlə adlandıra bilirik bunları dilçilikdə. Əlavə səslər nədir? Artıq müəyyən dəqiqələrdə danışıram. Heç hiss etdiniz hansısa əlavə səsdən və ya leksik mənası olmayan hansısa sözdən istifadə etdiyimi? Müşahidə etmədiniz. Ola bilər ki, bəlkə bir ya iki dəfə, bəlkə. Bunu niyə mən istifadə etmirəm, amma digər insanlar danışanda mütləq əlavə səs və sözlərə müraciət eləyirlər. Bu bir neçə səbəbdən qaynaqlana bilər. Əvvəlcə vurğulayım ki, əlavə səslər deyəndə nə nəzərdə tuturam. Bu məsələ barəsində fikrimi ifadə etməkdə çətinlik çəkdiyimi vurğulamaq istəyirəm və xüsusi olaraq qeyd etmək belə. Və yaxud da parazit söz deyəndə nəyi nəzərdə tuturam? Yeri gəldi, gəlmədi. Məsələn, misal üçün belə deyim, deməli, belə qeyd edə bilərəm ki, belə vurğulaya bilərəm ki, yəni necə deyərlər. Bax belə ifadələr var ki, bunlar əslində köməkçi nitq hissəsi qismində dilimizdə mövcuddur. Amma biz bunları lazımı gəlmədiyi halda istifadə edirik və tez-tez istifadə edirik. Ta ki 5 cümlə qururuq, 5 cümlədən ikisində istifadə edirik. O zaman bu artıq parazit söz mövqeyinə keçir. Və nitqdə heç bir mənası olmayan bu sözlər sanki belə yaşıl, gözəl, güllük, gülüstan çəmənliyin içində alaq otlarını xatırladır. Heç bir qəşəng görüntü verməyən alaq otlarını xatırladır. Bunları nitqdən təmizləmək o qədər də çətin deyil. Bir texnikanı vurğulayacağam. Əslində texnika çoxdur, amma sizin üçün ən çox faydalı ola biləcək bir texnika var. Həmin səslərin gəldiyini əvvəlcə özümüzə eşitməliyik. Nitq təlimi alan adam həmin təlimin birinci dərsindən etibarən özünü əsl mənada eşitməlidir. Ağzından çıxan hər bir sözü eşitməli və nəzarət etməlidir. Deyə bilərsiniz ki, bu axı çətindir, belə necə danışaq? O deyir, 40 ayaq necə yeridiyinə diqqət etsə yeriyə bilməyibmiş, hətta. Biz necə edək bunu? Bunu etmək ilk vaxtlar çətindir, amma sistemlə, nəzarətlə həll edilməyəcək bir şey deyil. Özümüzü dinləyirik və əlavə səs və söz çıxardığımızı hiss etdiyimiz anda susuruq, dayanırıq, fikrimizi quraşdırıb yenidən təqdim edirik. Ola bilər ki, artıq istifadə etmisiniz həmin sözü və səsi. Həmin cümləni bir də səsləndirirsiniz, sanki heç səsləndirməmiş kimi. Əlbəttə, demirəm bunu iclasda edin, toplantıda edin, böyük bir auditoriyada edin. Auditoriya bunu anlamaz, başa düşməz ki, siz belə bir prosesin içindəsiniz və belə bir inkişaf yolundasınız. Siz bunu digər mühitlərdə etməlisiniz. Digər mühitlərdə öz-özünüzə danışan zaman, dost tanış əhatəsində, gündəlik ünsiyyət zamanı bunlara diqqət etdiyiniz zaman artıq həmin böyük auditoriyalar üçün hazır olmuş olursunuz. Və gündəlik nitq deyəndə nəyi nəzərdə tuturam? Bəzən tələbələr dərs əsnasında çox diqqətli olurlar nitqlərinə qarşı, ictimai yerlərdə diqqətli olurlar, amma ailə məişət, dost tanış mühitində nitqləri tamamilə nəzarətdən çıxır və manipulyasiyaya tez meyl etməli bir vəziyyət yaranır. Yəni söhbət ətrafdakıların nitq manipulyasiyasından gedir. Ətrafımızda çox fərqli danışan insanlar var və biz bəzən bilmədən onların təsir dairəsinə düşürük. Həmin o təsiri dayandırmaq o qədər də çətin deyil. Bu da psixologiya ilə əlaqədardır. Biz özümüzə, beynimizə elə bir fokus yükləməliyik ki, kənar, yanlış təsirlərə və vərdişlərə əhəmiyyət vermirik. Nitq baxımından necə ki, insan fizioloji olaraq və psixoloji olaraq belə məsələlərə hazırlıqlıdır. Həmçinin nitq baxımından da biz bunu tənzimləməliyik ki, yanlış vərdişlər yələnməsin, yanlış vərdişlər yaranmasın nitqimizdə. Həmin səs və sözlər gəldiyi anda fasilə veririk, cümləni yenidən qururuq və davam edirik. Bir müddət sonra görəcəksiniz ki, yanlış vərdişlər doğru vərdişlərlə əvəzlənməyə başlayıb. Ümumiyyətlə deyərdim ki, nitq vərdişlər toplusudur və bu formalaşdıqca proses artıq daha da rahatlaşır. Amma nəzarət mütləqdir. Sonra bir də ən çox önəmli mövzulardan biri bugün haqqında video çəkdiyim varvarizmlərlə bağlıdır. Varvarizm deyəndə nəyi nəzərdə tuturam?
Bugün aktiv məsələlərdən biri bir neçə dilə eyni anda müraciət etməkdir. Poliglot insanlar var, bir neçə dili eyni anda yaxşı bilən insanlar. Onlar 4, 5, 3 belə sayda dil bilirlər və onlar bu dili yaxşı bilirlər. Və onlar ona görə poliglot adlanırlar ki, hansısa bir situasiyada, hansısa dildə danışmağı seçəndə digərinin nə fonetikasına, nə leksikologiyasına, nə də qrammatikasına müdaxilə etmirlər. Bu an üçün seçibsə ingilis dilində danışıram, ingilis dilinin bütün quruluşuna əməl edərək o dildə danışır. Amma bugün bəzi hallarla qarşılaşırıq ki, adam Azərbaycan dilində danışır, təqdimat edir, amma rus, ingilis və ya digər dillərin lüğət tərkibinə müraciət edir. Bu qəbul edilməz haldır. Bu birinci növbədə dilə qarşı hörmətsizlikdir. Adam özü bilməsə də sanki deyir ki, sən mənim fikirlərimi ifadə etmək iqtidarında deyilsən. Mən bir dənə digər dilə müraciət edim, sonra sənə qayıdaram. İkinci növbədə auditoriyaya qarşı hörmətsizlikdir. Auditoriya sənin istifadə etdiyin hansısa yad dilə məxsus olan sözü bilmək məcburiyyətində deyil. Bugün dil bilmək üstünlükdür yenə də, hər zaman olduğu kimi. Amma ilk növbədə öz dilini bilmək üstünlükdür. Öz dilini yaxşı bilmək üstünlükdür. Mən işə qəbul mütəxəssisi olaraq illər əvvəl, əgər diqqət edirdimsə, bir adam neçə dil bilir, indi diqqət edirəm ki, o Azərbaycan dilini nə qədər yaxşı bilir. Və öz dilində yaxşı kommunikasiya bacarıqlarına sahibdirsə, onun digər dilləri bilməsi əvvəlki qədər zərurət sayılmır artıq işə qəbul prosesində. Buna çox diqqət etmək lazımdır. Varvarizm deyəndə, başqa dilə müraciət deyəndə nə nəzərdə tuturam? Uca bu məsələ barədə düşünmürəm. O, Novostroykada yaşayır, o, Simenlə işləyir. Bax, bu sözləri nəzərdə tuturam. Və yaxud da free time, full time, sonra nəsə konum atır və yaxud da bax bu tipli ingilis dilindən, rus dilindən, hətta türk dilindən ciddən deyirlər. Hətta türk dilindən dilimizə keçmiş deməyəcəm. Dilimizdə insanlar tərəfindən istifadə olunan sözlər var ki, onlar xoşa gəlməyən təəssürat və peşəkar olmayan təəssürat yaradır. Bəzi terminlər var, dar ixtisas sahələrinə dair. Həmin terminlərin istifadəsi məqbul hesab edilə bilər, əgər dil həmin sözlərin açıqlamasını, ekvivalentini yaratmayıbsa. Amma digər sözlərin istifadəsi qəbul edilə bilməz. Buna dair bizdə kifayət qədər siyahılar var. Bundan sonra nəzarət etməyiniz vacibdir. Belə. Sonra nə barədə danışa bilərik? Gəlin mən suallara baxım. Bir neçə saniyə ərzində. Siz orada sual verən zaman mən də bir sualımı ünvanlasam olarmı? Əlbəttə, buyurun. Bayaq danışdınız ki, bəs insan sözü deyə bilmir də və yaxud da demək istəsə də bacarmır. Məndə belə bir şey var ki, mən öz-özümə, ürəyimdə də, yəni rahat, səlis şəkildə hər şeyi danışıram. Öz-özümdən gözəl söhbət eləyirəm. Orada heç məsələn mı kimi işlətdiyim o sözlər olmur, nəsə başqa heç bir şey olmur. Amma özüm öz səsimi eşidəndə və yaxud da qarşımda heç evin içindəki biriləri ilə belə danışanda dilimdə pərtəlik olur. Sözləri ardı-ardaya deyə bilmirəm. O öyle də həyəcan da olmur əslində. Məsələn üçün mən sizə bu problemi deyəndə biraz indi içimdə həyəcan oldu. Evdə məsələn oturub onlarla söhbət eləyəndə görürəm ki, olmur da. Yəni dilimdə də sürüşmə olur, pəltəklik olur. Əsl fikrimi də tam çatdıra bilmirəm. Amma mənim fikrim başqa cürdür. Öz-özümlüyündə fikirləşirəm ki, hə bunu mən belə deyim. Amma öz səsimi eşidəndə, qarşı tərəfə deyəndə sözlər yerlərini tamamilə dəyişir. Fikirləşdiyim sözü deyə bilmirəm. Və o diafragma dediniz. Diafragma. Bax, bu artikulyasiya tənbəlliyidir. Adi diafragma sözündə yanlış tələffüz ağız tənbəlliyindən xəbər verir. Aha. Əslində bu barədə mən araşdırmışdım. YouTube-da falan belə videolar vardı. Bir-iki də idman növü də vardı. Əslində onları eləmişdim, düzü indi eləmirəm. Amma indi həqiqətən görürəm ki, nitq yaxşı bir şeydir. Yəni onu öyrənmək, eləmək çox vacib bir şeydir. O nəfəsi mən də elədim.
Orada Hı hı. göstərildi ki, bəs belə almaq lazımdır. Bayaq siz göstərdiyiniz kimi. Amma məndə nəsə alınmadı o. Hı hı. Bilmirəm nə cür olsa məndə Hı. alınmadı, eləyə bilmədim. Bəlkə də dediyiniz texnikalardan istifadə eləmədiyim üçün belə oldu, bilmirəm. Bəli, təşəkkür edirəm. Nitq yaxşı bir şey deyil. Nitq hər şeydir. Bu günümüzdə nitq hər şeydir həqiqətən və artıq Diksiya Akademiyasına illərlə olan müraciətin son 3 ildə bu qədər çoxalması həqiqətən nitqin hər şey olduğunu açıq şəkildə göstərir. Sualınızı cavablandırmağa gələndə daxili nitq var, xarici nitq var. Sizin dediyiniz məsələ demək olar ki, bir çox insanda belədir. Yəni, daxili nitq vasitəsilə danışır, hər şey qaydasındadır. Çünki orada nitq sürətlidir, düşüncə ön plandadır, səsli heç nə yoxdur. Amma məsələ o fikirləri səsləndirməyə gələndə vəziyyət qarışır. Bu, bir neçə səbəbdən qaynaqlana bilər. Konkret diaqnoz qoyulacaq bir məsələ deyil. Birinci səbəbi ola bilər ki, fikirlər qarışıqdır ilk növbədə, fikirlər sistemli deyil. Düşüncə ilə səsli nitqi tamamilə bir-birindən fərqləndirmək lazımdır. Çünki insanlar var ki, elə dərin düşünürlər, fikirləşirlər, səsli nitqə qalanda gələndə hər şey yenə də bloklanır. Bir-birindən ayrı məsələlərdir. Və bu birinci növbədə düşüncələrin sistemsiz olmasından bağlı ola bilər. İkinci növbədə bax deyirsiz dilim dolaşır, pərtəklik yaranır, artikulyasiya ilə bağlı ola bilər. Üçüncü növbədə özünə güvənlə bağlı ola bilər. Dördüncü növbədə təcrübəsizliklə bağlı ola bilər. Yəni buna bu anda dəqiq diaqnoz qoymaq çətindir. Bir çox səbəblə bağlı ola bilər. Bunu araşdırmaq və ən sizə aid olan səbəbi üzə çıxarıb, daha sonra üzərində işləmək lazımdır. Nəfəsin alınmaması isə bu hələ ki çox normaldır. Çünki diafraqma əzələləri bu prosesə hələ ki alışmayıb və bunu istənilən qədər qəbul edə bilmir. Havanı istənilən qədər qəbul edə bilmir. Onun üçün məşqlər var. O məşqləri istənilən deməli YouTube kanalından və digər formalardan tapa bilərsiniz. Təşəkkürlər. Mən bir dənə suallara baxım, vaxtı az qalıb, istəmirəm cavablandırılmamış qalsın. Sonuncu sualdan başlayıram. Hansı kitabları məsləhət görərdiniz? Həm psixoloji durumu, bədən dilini öyrənmək üçün və nitqimizə daha elmi sözlər əlavə etmək üçün. Yaxşı. Hansı kitab məsləhət görərdim? Bu da geniş bir anlayışdır. Bilirsiniz, bu birinci növbədə zövqə xitab etməlidir. Mənim üçün çox maraqlı gələn bir kitab sizə maraqlı gəlməyə bilər. Ümumi olaraq qeyd etdim. Bədən dili üzrə Joe Navarro'nun FBI agenti olub və öz təcrübələrini bölüşüb və Alan Pease'in bədən dili kitablarını məsləhət görərəm. Şəxsi mütaliə üçünsə siz dəqiqləşdirin. Hansı janrı daha çox sevirsiniz? Bu bədii də ola bilər. Azərbaycan ədəbiyyatında kifayət qədər bədii üslubda yaxşı əsərlər var və ya elmi üslubda da nəsə ola bilər və ya şəxsi inkişafla da bağlı ola bilər. Yetər ki, yaxşı tərcümə olsun. Sonra, peşəkar nitq nədir? Adi ünsiyyətdən hansı cəhətlərindən fərqlənir? Əslində, bunların bir çoxunu vurğuladıq. Peşəkar nitq odur ki, özündə nitqə dair hər şeyi əhatə etməlidir. Həm bədən dili qaydasında olmalıdır, həm səs tonu, həm söz seçimi, həm intonasiya qaydaları, nitqin keyfiyyətləri, əlavə səslər, sözlər olmamalıdır, nitqdə xarici dilə məxsus sözlər olmamalıdır, nitqin enerjisi qaydasında olmalıdır. Və nitq monoton qurulmamalıdır. Nəfəs artikulyasiya tənzimlənməlidir. Söz seçimi, özünə inam, danışıq özgüvəni bunların hamısı yerində olmalıdır. Və bunların hamısı sizə çox gəlməsin. Bunların hər biri illər ərzində lazımi qədər həll elədiyimiz məsələlərdir. Bəzi sözlər olur ki, C hərfini səsləyəndə problem yaşanır. Necə düzgün edə bilərik? Bəli, C-Ç səsinin korreksiyası bəzən qarşılaşdığımız problemlərdən biridir. Bunun üçün əvvəlcə başlayın artikulyasiya məşqlərinə. Məşqləri etdikdən sonra səsin düzgün tələffüz yerini öyrənməliyik. C-Ç deyəndə ağız aparatı, dilin mövqeyi necə olur? Dilin ucu aşağı dişlərə, aşağı damağa mı təzyiq göstərir, yuxarı mı? Misal üçün, corab, çiçək dediyin zaman dilin ucu aşağı dişlərə, damağa doğru təzyiq göstərir. Amma digər halda corab, çiçək, ceyran. Dilin ucu sərt damağa, üst damağa doğru, üst dişlərin arxasına doğru təzyiq göstərir. Bunu müqayisəli şəkildə bir müddət dediyiniz zaman yanlış və doğru versiyada və bir müddət nitqinizə nəzarət etdiyiniz zaman artıq tamamilə həll edilmiş formada olur. Mən danışarkən dilim dolaşır, bildiyim də yaddan çıxır. Bunu necə düzəltmək olar? Bəli, bu məsələ bayaq qeyd elədiyim ağız tənbəlliyi ilə əlaqədardır. Diliniz əgər dolaşırsa, mütləq şəkildə artikulyasiya məşqlərinə başlamağınız şərtdir.
Bir dəfə etdim, 2 dəfə etdim, sabah etmədim, o biri gün etdim. Elə yoxdur. Hər gün gündə 3-4 dəfə kompleks şəkildə məşqləri etmək lazımdır. Auditoriya qarşısında danışanda həyəcanlanıram, səsim titrəyir. Bunu necə aradan qaldıra bilərəm? Birinci növbədə nəfəslə. Nəfəs sizi emosional olaraq tənzimləməlidir. Tənzimləməsə heç bir vasitə xilaskar ola bilməz. Nəfəs, diafraqma nəfəsi sizi tənzimləyəndən sonra, artıq auditoriyaya ilk dəqiqələrdə alışdıqdan sonra, düşüncələri səliqəyə saldıqdan sonra proses tamamilə rahatlaşır. Və birdən bir məsələ var. Biz insanları gözümüzdə çox böyüdürük. Biz çıxış etdiyimiz auditoriyanı gözümüzdə çox böyüdürük. Cəlali xanımın bir sözü var. Deyir ki, mən də daxil olmaqla gözümdə hamı heç kimdir. Görün nə maraqlı ifadədir. Mən də daxil olmaqla gözümdə hamı heç kimdir. Bu nə deməkdir? Yəni istəyir qarşında statuslu bir insan olsun, səndən vəzifəcə yüksək biri olsun. Sən o insan mənim haqqda nə düşünər fikrinə qapılıb, səsləri bağlayaq, fikrinə qapılıb hiss və emosiyalarını idarə etməkdən çəkinməməlisən. Həyəcanını artırmamalısan. Qarşındakı insan da sənin kimi bir insandır. Onun vəzifəsinin, səlahiyyətinin, statusunun sənə bir aidiyyatı yoxdur əslində. Sadəcə bildiklərinə güvənməlisən, dünya görüşünə və təqdimat bacarıqlarına güvənməlisən. Əlbəttə ki, dilinə gələni danışmalısan demirəm. Bütün bunlara güvənərək, bütün bu prosesləri həll edərək güvənli bir şəkildə təqdimatını etməlisən. Qarşı tərəfin kim olduğu, necə olduğu, nəyi nə qədər bildiyini heç vaxt bilə bilmərik. Növbəti sual. 5 dəqiqə səsli kitab oxusam və ya danışsam başım ağrıyır, gözüm qaralır. Nədən olur? Oksigendən. Oksigen çatışmazlığından. Deyəcəksiniz ki, hər şeyi nəfəsə bağlayırsan, amma elədir. Həqiqətən elədir. Mən özüm illər əvvəl bununla bağlı ciddi problemlər yaşayırdım. Səhhətimdə ciddi narahatlıqlar var idi. Hamısı baş beyinə oksigenin düzgün çatmaması ilə bağlı idi. Və sən nəfəs xərcləyirsən səsli kitab oxuyanda. Bədən artıq başlayır reaksiyaya. Dərhal reaksiya verir ki, səndə axı oksigen çatmır. Ona görə də başlayır baş ağrısı. Hətta diafraqma nəfəsini yeni tətbiq etməyə başlayanda bu proseslər sizdə olacaq, çox normaldır. Yarıda qoymayın, yarıda saxlamayın. Düşünməyin ki, bu proses sizə düşmədi. Uşaqlara çoxlu kitab oxumağın onların gələcəkdə nitqlərinin gözəl olmasına nə dərəcədə təsir olur? Zəhmət olmasa o barədə danışardınız. Sadəcə uşaqlar yox, böyüklər üçün də bu çox faydalı bir prosesdir. Klassik ifadələrdən biridir ki, kitab oxumaq. Kitab oxumağın nitqa faydası. Amma klassik olduğu qədər də faydalı bir məsələdir. Biz kitab oxuyanda ilk növbədə söz ehtiyatına yələnirik. Dünya görüşünə yələnirik. Söhbət diqqətlə və səsli oxuduğumuz kitablardan gedir. Daha sonra məlumat bazasına sahiblənirik. Nitqi intonasiya qaydalarına uyğun şəkildə oxuyuruq. Nitqi Azərbaycan dilinin fonetik normalarına, yəni tələffüz qaydalarına uyğun şəkildə oxuyuruq. Düşünürük, analitik təhlil bacarığımız inkişaf eləyir. Uşaqlara oxuduğumuz zaman uşaqlar düşünür, onlarda düşünmə, təhlil etmə, anlama və söz seçimi vərdişləri, formalar yaranır. Yəni hər mənada kifayət qədər faydalıdır. Mən danışan kimi soruşurlar ki, haralısan, ləhcəyə görə onu dəyişmək istəyirəm. Özüm özümə danışanda bacarıram, amma qarşımda adam çoxalsa bacara bilmirəm. Ləhcə məsələsi nitqdə deyərdim ki, digər məsələlərə nisbətən biraz daha üzərində işlənilməli olan bir məsələdir. Çünki məhdud bir bölgənin dialektidir və həmin dialekti ədəbi dilə uyğunlaşdırmaq biraz zaman alır, amma mümkünsüz deyil. Ləhcədə baxırıq əvvəl aksentə, aksent mi var? Yoxsa yəni tələffüzdə səsə hopmuş bir aksent mi var? Yoxsa sırf sözlə bağlıdır? Bəlkə sonluqla bağlıdır, bəlkə şəkilçilərlə bağlıdır, bəlkə intonasiya sürüşməsindən bağlıdır. Bunları dəqiqləşdirəndən sonra buna uyğun proqram qururuq və onun üzərində işləyirik. Belə. Mənim sizə yaxşı bir xəbərim var. Bu xəbəri çatdırmaq üçün səbirsizlənirəm. Əslində deyəcək sözlər çoxdur. Burada ən qədər fikir qeyd etmişəm. Nə qədər sürətli danışmağa çalışdım, nə qədər nitqimin sürətini aşmağa çalışdım. Amma yenə də 1 saat kifayət qədər az bir müddətdir. Diksiya Akademiyası sizə nə təklif edir? Harmoniya Akademiyasının, Harmoniya müəssisənin, həmin müəssisədə çalışan əməkdaşların, əməkdaşlığı olan insanların hər birinə Diksiya Akademiyası bir fürsət təklif edir. Qrup təlimləri üçün və fərdi təlimlər üçün. Hazırda burada iştirak edən, webinarda iştirak edənlər və ya etməyənlər.
Qrup təlimləri üçün Diksiya Akademiyasından bu webinardan sonra 30% endirim, fərdi təlimlər üçün 20% endirim əldə edəcək. Əgər həmin təlimlərə qoşulmaq fürsəti yoxdursa, bu zaman mən sizə Diksiya Akademiyasının təsisçisi Cəlalə Nəzəroğlunun bu iki kitabını təqdim eləyirəm. Birinci kitab Danışığınla Həyatı Qazan, ikinci kitab Ürəkli Danış, Səhnə Sənindir kitabıdır. Bu kitabları oxuyaraq da nitqinizi sistemə sala, nitqin inkişafını dəstəkləyə və hazırki nitqinizdən daha yaxşı bir mövqeyə nitqinizi apara bilərsiniz. Kitabları əldə etmək üçün mən Türkan xanımın nömrəsini göndərərəm. Və həmin nömrə ilə əlaqə saxlayıb əldə edə bilərsiniz. Bölgələrimizə də çatdırılma var, şəhər daxili çatdırılma var və ya kursdan həmin kitabları əldə etmək mümkündür. Belə. Əgər təlimə qoşulmaq fürsəti yoxdursa, çünki təlimin yerini heç bir proses verməz əlbəttə ki. Təşəkkür eləyirəm hər birinizə. Hər birinizə təşəkkür eləyirəm ona görə ki, bu 1 saat ərzində məni diqqətlə dinlədiniz. Təşəkkür eləyirəm ona görə ki, öz inkişafınız üçün bu gün nəsə etdiniz. Təşəkkür eləyirəm ona görə ki, bu gün baxış bucağınızda müəyyən qədər də olsa fərq yaranmasına şərait yaratdınız. Və Diksiya Akademiyasını seçdiyiniz üçün sizə təşəkkür eləyirəm. Çox sağ olun, biz də minnətdarıq gəldiyiniz üçün və çox möhtəşəm webinar oldu. Böyük zövq alaraq izlədim. Əminəm ki, buradan geri dönüşlər çox gözəl şəkildə olacaq sizə. Diksiya Akademiyasına da çox təşəkkür edirəm ki, sizi bizə məsləhət gördülər və bu möhtəşəm webinarın ərsəyə gəlməsində onların da payı oldu. Çox minnətdaram sizə, var olasınız. Sağ olun. Mən də hər birinizə uğurlar arzulayıram. İnşallah növbəti təlimlərdə sizləri gözləyirəm. Çünki bugün burada olan hər kəs, mən inanıram ki, nitqi üçün, hədəfləri üçün buradadır və bunu yarıda qoymanızı heç vaxt istəmərəm. Uğur olsun, görüşərik. Hələlik. Çox sağ olun, var olun. Sağ olun, çok sağ olun.